Salam. Bu videoda 6-cı sinifə aid monitoring tapşırıqlarına baxaq. İlk sual 120 ədədin natural bölənlərinin sayını tap deyir. Bunun üçün ilk öncə 120-nin sadə vuruşları ayırmalıyıq. 2-yə bölürük 60, 2-yə böldük 30, 2, 15, 3, 5, 5, 1. Bunu qrup şəkildə yazsaq, 2-dən 3-dən olduğuna görə qüvvətə yazırıq. 3-dən 1 dənədir üstündə yazırıq və 5-dən də 1 dənədir. Gördüyümüz kimi burada yazdıqlarımızı buraya yazdıq, sadəcə qrup şəklində yazdıq. Və bu zaman natural bölənləri tapmaq üçün qüvvətlərin üzərinə 1 gəlib vururuq. Yəni qüvvəti burada 3-dür, üzərinə 1. Burada qüvvəti 1-dir, vururuq. 1 üstə gələk 1. Burada da 1-dir. 1 üstə gələk 1. Bərabərdir. Bu elədir 4, 2, o da 2. 8 də 2-yə vuranda 16. Deməli, natural bölənlər sayı 16 imiş. Növbəti sual. Bölmə əməlini kəsr şəklində yazaraq ixtisar edin. Bunun üçün ilk öncə unutmamalıyıq ki, birinci yerdə duran sürətdə olmalıdır. İkinci yerdə duran məxrəcdə yazılmalıdır. Uşaqların hər zaman səhv elədiyi hissələrdir. Daha sonra ixtisar aparırıq. Baxırıq ki, birbaşa bölünür. Deməli, 2 dəfə düşür. Ona görə cavab 2. 5-dən 1000-də 14 onda birlərə qədər yuvarlaqlaşdırın deyir. Vergüldən sonra gələn rəqəm onda 1-dir. Sonra 100-də 1, sonra 1000-də 1-dir. Bizə də lazımdır onda 1. Onda birlər dediyinə görə 0 bizdə onda 1-dir. Və 0-ın arxasında 1 yerləşir. Biz bilirik ki, yuvarlaqlaşdıranda qeyd elədiyimiz ədədin sonunda, yəni arxasında 0, 1, 2, 3, 4 gələrsə, qeyd olunmuş ədəd dəyişmir, digərləri isə 0-a çevrilir. Əgər 5, 6, 7, 8, 9 gələrdisə, bu 1 bayt artardı, digəri 0-a çevrilərdi. Amma hal-hazırda burada 0-dan sonra gələn ədəd 1-dir. Ona görə də qeyd olunmuş ədəddən sonra gələn ədəd 1 olduğuna görə bu dəyişmir. Bu zaman belə yazırıq. 5-dən 0 digərlərdə 0-a çevrilir. Bunu belə də saxlamaq olar, elə 5 də yazmaq olar. Çünki 0-ı vergüldən sonra sonsuzdur, onsuz da qeyd eləmək lazım deyil. Belə də götürə bilərik. Əbob 16-32. Bilirik ki, əbob deməli, verilən ədədlər biri digərinə bölünərsə bu ədədlərdən, əbobda bax bu kiçik ədədi götürürük. 16. Daha sonra bölünsün. Əkübdə isə biri digərinə bölünərsə, bunlardan böyüyün götürürük. Yəni 32-ni götürürük. Bunu belə şəkildə yazmaqdansa, kəsr şəklində yazsaq, daha məqsədə uyğundur. İxtisar eləmək rahat olsun. Burada 2-də 1-dir. Daha sonra əkob 2-2 deyir. Əkob 2-2-dirsə, eyni ədəd olarsa, bu ikilərin birini götürürük. Yazırıq 2. Onda cavab 2 tam 2-də 1 edir. Növbəti sual. Məxrəci 10 olan neçə ixtisar olunmayan kəsir var? Bunu mən 2 üsulla nəzərinizə çatdırmaq istəyirəm. İlk öncə hər bir uşağın tapdığı yol ki var, ondan istifadə edirəm. Məxrəci 10 yazıram. Neçə ixtisar olunmayan? 10-da 1-dir, ixtisar olunmur. 10-da 3 ixtisar olunmur. 10-da deməli 7 və 10-da 9. Deməli, göründüyü kimi 1, 2, 3, 4. 4 dənə məxrəci 10 olan ixtisar olunmayan kəsir tapdım. İndi mən ikinci üsulu istəyirəm qeyd eləyəm sizə. İkinci üsul. Ki, yuxarı siniflərdə də ən çox bundan istifadə eləyəcəksiniz. Bunun üçün bir qayda var. İlk öncə 10 ədədini sadə vuruşlara ayırmalıyıq. 2, 5, 5, 1. Daha sonra bunları qruplaşdırma şəklində bura qeyd edirik. Sonra
deməli 10 ədədini yazırıq. Burada göründüyü kimi deməli 1-dir. Bunun da üstə 1-dir. 1 çıx, bax bunu götürürük 2-də 1 vur. Yenə 1 çıx, bu 5-i götürürük 5-də 1. Bu cür yazırıq. Bərabərdir. 10 vur. 1-dən 2-də 1 çıxanda bu eləyir 2-də 1. 1-dən də 5-də 1 çıxanda bu eləyir 5-də 4. İxtisarımızı aparırıq. Burada elədi 5. 5-lə də 5 aparanda 1-i 4-ə vururuq 4. Deməli, eyni cavab alınmalıydı. Burada da 4 dənədir, burada da. Növbəti. Deməli, 6-cı sualda əbobdur. 6, 4, 8. Əbob yox, əkob daha doğrusu. Əkobunu istəyir bizdən. Əkob 6, 4, 8-i tapmaq üçün ilk öncə bunları sadə vurğulara ayırıb tapa bilərik. Amma bunun ən rahat yollarından biri belədir. 3 ədəddən biri digərinə hansısa bölünürsə, onları ilk öncə tapırıq. Məsələn, 8 ilə 4 biri digərinə bölünürsə, bu ədədlərdən böyüyü onun əkobudur. Yəni 4, 8 vermiş olsaydı, cavab 8 götürəcəkdik. Deməli, burada 4 getdi. Yerdə qaldı 6 ilə 8. İndi 6 ilə 8-in əkobunu tapmaq olar. Bunun üçün sadə vurğulara ayırmalıyıq. 3, 3, 1. 8 də yenə də sadə vurğulara ayırırıq. Demək, 6, 2 vurulsun 3-dür. 8 də 2-nin kubudur. Yəni, belə deyək də, burada 2-dən 1 dənədir. Burada isə 2-dən 3 dənədir. Bizə də lazımdır sayı çox olan, 2-dən 3 dənə olan. Vur, bir də olmayan ədədi götürür. Yəni, 3 burada var, digərində yoxdur. Ona görə 3-ü də yazırıq. Deməli, 2-nin kubu nə deməkdir? 2-ni 3 dəfə öz-özünə vurmaq deməkdir. Bu elədir 8. 8-i də 3-ə vuranda, bu da elədir 24. Növbəti tapşırıq. 25-də 3 onluq kəsr şəklində yazmalıyıq. Bunun üçün məxrəci hər hansı mərtəbə vahidlərinə gətirməliyik. Yəni ki, ona 100-ə, 1000-ə gətirə bilərik. Burada isə məxrəci 100-ə tamamlamalıyıq. 25-i 100-ə tamamlamaq üçün biz 25-i 4-ə vururuq. Eyni zamanda da 3-ü də 4-ə vururuq. Yəni, sual yarana bilər ki, nəyə görə biz məxrəci 100-ə tamamlamaq üçün 4-ə vurduq? Bu aydındır. Bəs nəyə görə sürəti də 4-ə vururuq? Uşaqlar, kəsrin əsas xəssəsinə görədir. Kəsrin əsas xəssəsi belədir ki, məxrəci hansı ədədə vurub və ya bölürüksə, sürəti də həmən ədədə vurub və ya bölmək lazımdır. Ona görə də burada hər birini 4-ə vurduq. Burada 100-dür, yuxarıda isə 12-dir. Bu da deməli, onu kəsr şəklində yazmaq istəyiriksə, 0,12 edir. Növbəti, qarşılıqlı sadə ədədlər cütünü göstərin deyir. Biz dedik ki, qarşılıqlı sadə ədədlər cütü. Əvvəlcə bizə aydın olsun ki, qarşılıqlı sadə ədədlər ümumiyyətlə nədir? Belə deyək. Birinci, sadə vuruqların, yəni ortaq sadə vuruqların, ortaq sadə vuruğu, belə deyək, olmamalıdır, olmamalı. İkinci, ortaq bölənləri yalnız birdir. Bunlar olanda qarşılıqlı sadə ədəd olur. Bir də qarşılıqlı sadə ədədi necə rahat tapmaq olar? Belə deyək, ardız gələn ədədlər gördük. Ardıcıl gələn ədədlər gördük. Bunlar qarşılıqlı sadə ədədlərdir. İndi burada baxaq. 4 ilə 50-yə baxırıq. Bax, 4-ü sadə vuruqlara ayırsaq burada 2 var. 50-ni də sadə vuruqlara ayırsaq bunun içində də 2 var. Yəni, hər birində eyni ədəd var. Ona görə bu qətiyyən qarşı sadə ədəd ola bilməz. 51 və 27-ni sadə vuruqlara ayırsaq, görərik ki, 51-də də 3 ədədi var, 27-də də 3 ədəd var. Ən azından elə 3, bəsdir ki, bilək ki, bu qarşılıqlı sadə ədəd deyil. Digər 1-7-yə baxaq. Bax, 1 ilə 7 qarşılıqlı sadə ədəddir. Ona görə ki, onların deməli, ortaq böləni yalnız 1-ə bərabərdir. Ona görə götürürük B variantını. Növbəti.
3n plus 1 10 kəsirin düzgün kəsir olması üçün n'in ala biləcəyi natural qiymətlərin sayını istəyir. Bunun üçün n'ə mən qiymətlər verirəm. N'ə bir qiyməti verəndə, yəni 3'ü vururam 1'ə, üstünə 1 gəlib bölürəm 10'a. 3'ü 1'ə vuranda 3, 3'ün üstə 1, 4. Bu elədi 10'da 4. Deməli, bu bizdə düzgün kəsir oldu. Növbəti 2 qiyməti verirəm. 2 olanda bu elədi 7, bu da 10. 10'da 7. Doğrudan da yenə bu da düzgün kəsirdi. Amma 3 versək, baxın. Diqqətlə baxın. Bu elədi 11, bu düzgün kəsir deyil. Ona görə mən bunu götürə bilmərəm. Deməli, n'in ala biləcəyi natural ədədlərin qiymətin sayı neçə oldu? Biri buradadır, biri də burada. 2 dənə. Sayı 2 oldu. Növbəti, tərs mütənasibliyin düsturu biz bilirik ki, y bərabərdir, k bölünsün x-dir. Variantda bu olsa götürün və ya k-nı bərabər edir, y vursun x eyni şeydir. Çünki buradan tapılır. Bu tərs mütənasibliyin düsturudur, öyrənmək lazımdır. 90 ədədin sadə vurğular ayırmağının düzgün deməli ayrışını soruşur. Bunun üçün siz qıraqda sadə vurğuları ayırın. 15, 3, 5, 5, 1. 90, baxın 2'yə böldüm 45. Sonra 3'ə 5'ə bölməyin. Bax burada bəzən uşaqlar səhv edir. 3'ə bölün, sonra 15, 3, 5, 5, 1. Deməli 90 nəyə bərabər oldu? 2 vurulsun 3, vurulsun 3, vurulsun 5. Bu hansı variantdadır? B variantındadır. Keçirik digər tapşırığa. Digər tapşırığı həll eləmək üçün ilk öncə bu mötərizəni eləməliyik. Daha sonra bu mötərizəni, sonra vurmanı yazmalıyıq. Başlayaq. Mənfi 36'da 5, üstə gələk 72'də 1. 72 ilə 36'ya əkop 72'dir. Ona görə də biz yazırıq bura 72 ilə 36'ya bölüb 2 bura yazırıq. 72'ni də 72'yə bölüb 1 yazırıq. 5'i 2'yə vururuq 10, amma mənfisi var burada. 1 də 1'ə vururam 1. 10'dan 1'in çıxıram 9, mənfisi də var burada 72. İxtisar gedir mənfi 8'də 1. İkinci mərhələ, ikinci mötərizə. 5 tam 12'də 1 üstə gələk 2 tam 6'da 1. 5 ilə 2'ni toplayıram 7. 12'ni də 6'ya bölürəm 2. 12'ni 12'yə 1. 1'i 1'ə vururam 1. 2'ni 1'ə vururam 2. Arzır şəkildə sərbəst deməli səbrlə yazmaq lazımdır. 12'də 3 ixtisar gedir. 7 tam 4'də 1. Burada 7 tam 4'də 1 elədi. Bu isə mənfi 8'də 1 elədi. Bunun özü də düzgün olmayana çevirin. Lap rahat olsun. Çünki biz vurma əməlini yerinə yetirməliyik. Üçüncü mərhələ mənfi 8'də 1 vur 4'də 29. Yuxarıda 29, aşağıda 8'i 4'ə vurduq 32. Cavab mənfi 32'də 9. Növbəti 85 dərəcəli bucağa konqurent olan bucaq neçə dərəcədir? Konqurent yəni bərabər elə özüdür 85 dərəcə. Burada qüvvət şəklində yazın deyir. 7'dən neçə dənədir? 3 dənədir. Yazıram belə, üstə gələk. X üstə gələk, Y-dən neçə dənədir? 2 dənədir. Ona görə mötərizəyə alıb 2 yazırıq. Bəzən uşaqlar X-in kvadratı, Y-in kvadratı yazır. Onu o zaman yazardıq ki, bunun aralarında vurma olsun. Orada biraz diqqətli olun. Cavab budur. Da buradan da başqa bərabərlik yaza bilmərik. Son cavab budur. Uyğunluğun müəyyənliyinin sonuncu sualdır. Deməli, müqayisədir. 3'də 2, 4'də 1, 17'də 7. Müqayisə üçün ya sürəti bərabərləşdirməliyəm, ya məxrəci. Burada görürəm ki, məxrəc biraz böyük ədəd var deyə ən rahatına qaçaq. Kiçik ədədlər olan sürətdədir. Bunu bərabərləşdirsək daha məqsədə uyğun olar. Ona görə də 3'də 2, 4'də 1, 17'də 7 yazırıq. 2'yə 1'ə 7'yə əkop nə götürə bilərik? 14. Yəni, sürətin hamısını 14'ə gətirək. 14'ə gətirmək üçün 2'ni 7'yə vurmalıyam. 1'i 14'ə vurmalıyam. 4'ü 14'ə. Deməli, 7'ni 2'yə vururam. Bunu da 2'yə vururam. Yazırıq. 2'ni 7'yə vurduq 14. 3'ü 7'yə vurduq 21. 1'i də 14'ə vurduq 14. 14'də 4'ə vurduq nə? 56. Burada 7'ni də 2'yə vurduq yenə 14. Bu neçə elədi? 34. 2, 3, 34. İndi burada sürətlər eyni olarsa, məxrəcin kiçiyi böyükdür. Ona görə biz belə yazırıq da. 21'də 14 böyükdür 34'də 14
Sonda da 56-da 14-ü götürürük. Bunlar da nədir uşaqlar? Bu A variantı idi, bu B idi, bu da C idi. İndi baxaq. Bu A'dır. 34 olan hansıdır? C'dir. Böyükdür C, o da böyükdür B-dən. Deməli biz B variantını götürməliyik. Bu qədər.